Bismillahirrahmanirrahim. İbrahim aleyhisselam xanımı Sara ilə Misrə çatdı. Orada zalım və günahkar bir Firon hökm sürürdü. O, qadınları zorla ərlərindən qoparırdı. Həmin gün İbrahim aleyhisselam xanımı ilə evdə idi. Birdən əskərlər onun evinə gəldilər. Onlar eşitmişdilər ki, ölkəyə yanında bir qadın olan əcnəbi bir adam gəlib. Əskərlər İbrahim peyğəmbərin xanımını zorla apardılar. İbrahim evdə qaldı və dayanmadan Allaha dua etməyə başladı. O məzlum qadın həmin günahkar adamın sarayına daxil oldu. Hamı çıxdı və bu cinayətkar, zalım Firon o çarəsiz qadınla tək qaldı. Allahın dostu və peyğəmbərlərin atası İbrahimin zövcəsi ilə. İbrahim öz dövrünün ən xeyirli insanı və Muhammed peyğəmbərdən sallallahu aleyhi və səlləm sonra insanların ən üstünü idi. Və orada alçaq Firon onun xanımına yaxınlaşmağa cəhd etdi. O, saraya yaxınlaşanda şiddətli bir ağrı hiss etdi. Yerə yıxıldı və titrəməyə başladı. Qışqırmağa və Saradan Rəbbinə dua etməsi üçün yalvarmağa başladı. Dedi, Rəbbinə dua et, mən sənə toxunmayacağam. Yəni Rəbbinə dua et ki, mənim bu əzabıma son qoysun və bir daha ona yaxınlaşmayacağına söz verdi. Sara uca Allaha dua etdi və ağrı kəsdi. Lakin o bədxax öz xainliyini qayıdıb yenidən hücum etmək istədi. Ona yaxınlaşanda bu dəfə ağrı daha şiddətli şəkildə geri döndü. Yenə ağlamağa və Rəbbinə dua etməsi üçün ona yalvarmağa başladı. Dedi, Rəbbinə dua et, sənə zərər verməyəcəyim. Sara yenə dua etdi. O xəbis adam 3-cü dəfə cəhd etdi. Lakin ağrı onu yenidən yaxaladı. Sara 3-cü dəfə dua etdi və ağrı çəkildi. Firon keşikçiləri çağırdı və onlar içəri girdilər. Onlara dedi, siz mənə hansı şeytanı gətirmisiniz? Əslində, şeytan sən özünsən. O, pak bir qadındır və ən salih insanın zövcəsidir. Sən isə həqiqi bir şeytansan. Onlara dedi, siz mənə kimi gətirmisiniz? Onu buradan aparın. Firon öz kənizlərindən biri olan Həcəri ona bağışladı. Həcər kənizlərin ən xeyirlərindən idi. Firon onu Saraya hədiyyə etdi ki, bəlkə bununla Saranın şərini, əslində isə Allahın qorumasını özündən uzaqlaşdıra bilsin. Belə etməklə təhlükənin sovuşacağını düşünürdü. Sara Həcəri götürüb tələsik evə qaçdı. İbrahimin yanına gələndə gördü ki, o hələ də namaz qılır və namazını heç pozmayıb. O, uca Allaha dua edirdi və Allah onun dualarını qəbul etmişdi. Namazını bitirdikdən sonra İbrahim nə baş verdiyini soruşdu. Sara dedi, Allah bizi o kafirin hiləsindən qorudu. Həmçinin Allah bizə Həcəri də bir kəniz kimi bəxş etdi. Həmin an İbrahim xanımı Saraya dedi, tez olun, azüqənizi götürün və bu ölkəni tərk edək. Həqiqətən də xanımı və Həcər qaydan kimi dərhal Fələstinə doğru yola çıxdılar. O, Misrə Sara ilə getmişdi. Lakin Sara və Həcər ilə geri döndü. O, tam olaraq Fələstinin Əs-Səba adlı şəhrinə çatdı. Orada məskunlaşdı. Bir məscid tikdi və bir quyu qazdı. Sonra quyunun suyu fəvvarə vurub çıxdı və bərəkətə səbəb oldu. Lakin qəsəbə sakinləri İbrahimə aleyhisselam əziyyət verdilər. Buna görə də oranı tərk edib başqa bir qəsəbəyə getdi. O gedən kimi quyunun suyu qurudu. Ondan geri dönməsini xahiş etdilər. Lakin o, bir daha onların yanına qayıtmadı. Fələstinin başqa bir şəhərinə getdi. Zaman keçdikcə Sara yaşlaşdı və İbrahim üçün övlad dünyaya gətirə bilmədi. O dedi, ey İbrahim, istəyirəm ki, Həcəri sənə zövcə olaraq verim. Onu İbrahimlə evləndirən məhz Sara idi. Övladı olmadığı üçün öz ərini Həcər ilə evləndirdi. Qısa müddət sonra Həcər hamilə qaldı. Aylar sonra o bir uşaq dünyaya gətirdi və adını İsmail qoydular. Nə qədər nəcib, gələcəkdə böyük əhəmiyyət kəsb edəcək bir övlad. Bu, İsmail aleyhisselam idi. Bu məqamda Sara qısqancılıq hiss etdi və ərindən Həcəri bu torpaqlardan uzaqlaşdırmasını istədi. Dedi, səndən xahiş edirəm ki, onun mənimlə eyni torpaqda yaşamasına icazə verməyəsən. Mən bir yerdə olum, o isə başqa yerdə. Çünki Həcər övlad dünyaya gətirmişdi
Və İbrahim bu uşağa çox sevinmişdi. Həm Həcəri, həm də övladını çox sevirdi. İbrahim xanımlarına qarşı çox rəhimdil idi. Uca Allah İbrahimə zövcəsi Həcəri və oğlu İsmayılı həmin bərəkətli yerdən aparmağa icazə verdi. İbrahim aleyhisselam zövcəsi Həcərə bu torpaqlardan getmək üçün hazırlaşmasını söylədi. Biz Fələstini tərk edəcəyik. Bu bərəkətli torpaqlardan gedəcəyik. Hara gedəcəyik? Buradan da bərəkətli olan bir yerə. Hara gedirik ey İbrahim? Körpə ilə birlikdə hazırlaş. Bu uca Allahın əmridir. O Fələstini tərk etdi. Zövcəsi Həcər və oğlu İsmayılla yola düşdü. Məsafəni bir təsəvvür edin. Üçü birlikdə Fələstindən Məkkədəki bir vadiyə qədər piyada getdilər. Ora həyat nişanəsi olmayan, hətta bir damla suyu belə tapılmayan bomboş bir vadi idi. Heç bir canlılığın olmadığı bu vadinin ətrafını dağlar bürümüşdü. Nə su, nə bitki, nə də bir heyvan var idi. O kimsəsiz yerə çatdıqda Uca Allah ona buyurdu. Ey İbrahim, bu quraq torpaq sənin zövcən və oğlun üçün məkan olacaq. Sonra o Həcərə biraz yemək və su olan azüqəni verib dedi ki, bu hər ikiniz üçündür. Dedi, siz bu vadidə qalacaqsınız. Həcər dedi, ey İbrahim, mən və bu körpə bu vadidə öləcək. Nə əkin var, nə biçin, nə rozi, nə su, nə də bir yoldaş. Əgər bu yerdə tək qalsaq öləcək. Lakin bu, Uca Allahın İbrahimə olan əmri idi. İbrahim onlarla vidalaşıb uzaqlaşdı. Çünki o, Allahın əmrinin qaçılmaz olduğuna inanırdı. Allah ona nə vaxt bir şey əmr etsəydi, o heç bir mübahisə etmədən, eşitdim və tabe oldum, deyərdi. Beləcə, onları qoyub Fələstinə tərəf yönəldi. Həcər isə onun arxasınca qaçırdı. Ey İbrahim, ey İbrahim, bizi, məni və bu südəmər körpəni kimə tapşırıb gedirsən? İbrahim arxasına baxmadan yoluna davam edirdi. Ey İbrahim, bizi kimə tapşırırsan? Həcər yalnız öz nəfəsini, öz ayaq səslərini və ərinin uzaqlaşan addımlarını eşidirdi. Kimsə yox idi, səs yox idi, yoldaş yox idi, bir quş belə uçmurdu, su yox idi. Ora ölü bir yer idi. Ey İbrahim, bizi kimə tapşırırsan? İbrahim yeriməyə davam etdi. Həcər ondan soruşdu. Bunu sənə Allah mı əmr etdi? Bunu sənə Allah mı əmr etdi? İbrahim geriyə döndü və ona Allahın əmrini söyləmək istədi. Dedi, bəli, Rəbbim mənə belə əmr etdi. Həcər dedi, o zaman gedə bilərsən, Allah bizi tərk etməz. Allahu Ekber. Biz burada təkcə İbrahimin deyil, Həcərin imanından da danışırıq. Söylədi, o zaman gedə bilərsən, Allah bizi tərk etməz. Allahu Ekber. Bu sözlər nə qədər gözəldir. İbrahim gözlərdən itənə qədər yeridi. Sonra yüksək bir yerə qalxıb Həcərə və oğlu İsmayıla baxdı. Sonra əllərini göyə qaldırdı. ربنا إني أسكنت من ذريتي بواد غير ذي زرع عند بيتك المحرم. İbrahim bilirdi ki, bu yerdə Allahın evi inşa ediləcək. ربنا. İbrahimin ilk istədiyi şey nə idi? Sən nə istəyirsən ey İbrahim? ربنا ليقيموا الصلاة. Yeməkdən, sudan və yoldaşdan da əvvəl ilk məqsəd namazı iqam etməkdir. ربنا ليقيموا الصلاة فاجعل أفئدة من الناس تهوي إليهم. İnsanların qəlbi onlara və bu məkana bağlansın. İndi biz neçənci ildəyik? Oraya gedən milyonlara baxın. Bütün bunlar İbrahimin duasının bərəkətidir. فاجعل أفئدة من الناس تهوي إليهم وارزقهم من الثمرات لعلهم يشكرون. Məkkədə qılınan namaza baxın. Bu məkana can atan insanların sayına baxın və oradakı meyvələrin bolluğuna baxın. Hamısı İbrahimin duasındandır. Aleyhisselam. Sonra o, onları qoyub Fələstinə qayıtdı. İsmayılın anası Həcər
Südəmər körpəsi ilə o kimsəsiz vadidə qaldı. Günlərlə, gecələrlə heç bir səs eşitmədən tək tənha yaşadı. Yanında biraz azuqədən başqa heç nə yox idi. Günlər keçdikcə azuqə və su bitdi. Körpə susuzluqdan ağlayaraq su istəməyə başladı. Su yox idi. Körpəsini əmizdirən anası yemək və su axtarırdı. Lakin nə bir parça yemək, nə də bir damla su var idi. Nəhayət həm ana, həm də körpə həlak olmaq həddinə çatdılar. Heç kim köməyə gəlmirdi. Həcər vadidə uca bir yer gördü. Ora Səfa təpəsi idi. Sağ tərəfə, sol tərəfə baxıb qışqırmağa başladı. Bizə kömək edəcək kimsə varmı? Öz səsinin əks sədasından başqa heç nə eşitmədi. Heç kim yox idi. Oğlu susuzluqdan və acılıqdan fəryad edirdi. O, oradan enib başqa bir uca yerə, Mərva təpəsinə çatdı. Oraya çıxıb dedi, bizə kömək edəcək kimsə varmı? Bizə kömək edəcək kimsə varmı? Cavab yox idi. O, 2, 3, 4 dəfə gedib gəldi və nəhayət bu qaçış 7 dəfəyə çatdı. 7 dövrəni tamamlayanda birdən biri səs eşitdi. Öz-özünə, həs, sus, qulaq as, dedi. Bu səs hardan gəlirdi? Vadinin ortasındakı oğluna tərəf baxdı. Elə bil uşağın yanında bilmədiyi bir şey var idi. Bir heyvan mı, bir canlı mı? Oğlu üçün qorxdu. Ağlayan körpəsinə tərəf qaçdı. Çatanda orada bir varlıq gördü. Bu, yerə enmiş Cəbrail aleyhissalam idi. Allah. Artıq qurtuluş başlayırdı. Cəbrail qanadı ilə yerə vurdu. Və Cəbrailin qanadının vurduğu yerdən su fışqırmağa başladı. Bu, yer üzünün ən pak suyudur. Bu, Zəmzəm suyunun başlanğıcıdır. Həcər həm özünün, həm də körpəsinin susuzluğunu yatırmaq üçün suyu yığmağa tələsdi. Əgər o, suyun axmasına icazə versəydi, Zəmzəm bir su mənbəyi, bir çay kimi axardı. Lakin o, övladı və özü üçün tələsdi. Həm içdi, həm də körpəsini içirdi. Cəbrail ondan soruşdu. İbrahim haradadır? O dedi, bizi qoyub qayıtdı. Cəbrail soruşdu. Sizi kimə tapşırdı? Həcər dedi, bizi Allaha tapşırdı. Cəbrail dedi, elə isə Allah sizi tərk etməz. Sonra Cəbrail onları tərk etdi. O su adi bir su deyil, yer üzünün ən xeyirli suyu idi. Hətta yemək olmadan belə insanı doydururdu. Həm qida, həm də şifa idi. Bu, Zəmzəm suyudur. Vadidə bitkilər cücərməyə başladı. Həcər və İsmailin üzərinə xeyir, bərəkət indi. O vadidən bərəkət fışqırdı. Yer üzünün ən xeyirli məkanı oldu. Vadinin ətrafında quşlar uçmağa başladı. Sular axdı, əkinlər bitdi və o vadidə həyat canlandı. Yaxınlığından keçən bir qəbilə bu quşları gördü. Onların adı Cürhüm qəbiləsi idi. Bir ərəb qəbiləsi. Onlar vadinin ətrafında dövrə vuran quşları görəndə bildilər ki, orada su var və oraya köç etdilər. Vadiyə çatanda orada bir qadın və kiçik uşağını tapdılar. Ona dəstək olmaq və kömək etmək üçün yanında məskunlaşmağa icazə istədilər. Onlar gözəl əxlaqlı insanlar idi. Ümmi İsmail onlara icazə verdi və Cürhüm qəbiləsi o vadidə məskunlaşdı. İsmail onlarla böyüdü və ərəb dilini onlardan öyrəndi. Beləcə, ərəb peyğəmbərlərindən biri oldu. İsmail aleyhissalam. O mübarək vadidə həyat artıq çiçəklənməyə başlamışdı.